hansındandır qalıb əməlinə. Həzrət buyurdu, İnnəhu leysə əhədun minən-nas tufariqu ruhuhu cəsədə. Elə ki, insanın ruhu istəyir ki, bədənindən ayrılsın, yəni son saat, son dəqiqə gəlib çatıb, hətta yələm əyyəl mənzilətəyn yəsil. Biləcək ki, hara gedirəm, açılacaq gözü, göstərəcəklər. İləl cənnə əm ilənnar. Ya cənnətdir, ya cəhənnəm. Onun birini göstərəcəklər ona. Fəin kânə vəliyyən lillah. Əgər bu insan Allahın dostudur, sevirdi Allah'ı və buyurduqlarına əməl eləyirdi, futihət ləhu əbvabul cənnə. Behiştin, cənnətin qapıları bu insanın üzünə açılacaq və şuriət ləhu turuqha, yollar bu insana açılacaq və rə'a ma əəddəllahu ləhu fiyha. Allah buna nə hazırlayır? Onların hamısını görsədəcəklər buna, bu da görəcək. Və rə'a ma əəddəllahu fiyha. Allah bu insana cənnətdə nə hazırlayıb, onların hamısını görəcək. Fəfərəğə min kulli şuğlin və buzi'a anhu kullu siqlin. Bütün ağrılar, bütün məşğuliyyətlər, hamısı insandan uzaqlaşacaq. O ki, dünyada cürəbəcürə əziyyətlər var. Can ağrı, baş ağrı, mal ağrısı, evlad ağrısı, onların hamısı bunun bədənindən çıxacaq. Amma və imkanı əduvvən lillah. Əgər bu insan Allahın düşmənidirsə, futihət ləhu əbvabun nar. Cəhənnəmin qapıları bunun üzünə açılacaq. Və nəzərə ilə ma əəddəllahu fiyha. Bu da görəcək cəhənnəmdə Allah buna hazır elədiyi məkanı. Fəstəqbələ kullə məkruhi və tərəkə kullə suruhi. Bütün şadlıqların hamısı orada qutaracaq. Bütün əzabların, qəmlərin, qüssələrin hamısı o saatdan başlanacaq. Hara gedir? Həzrət buyurur, kullu haza yakunu indəl maut. Bunların hamısı insan öləndə baş verəcək. İnsanların hamısı görəcək. Kur'an'ın ayəsi var. Vaqia surəsində. Vaqia surəsi çox gözəl surədir. Vaqia surəsi. Bəzi hədislərdə var ki, əgər insan hər gecə Vaqia surəsini bir dəfə oxuyar, dünya xasiyyəti budur ki, ölənəcən heç kimə möhtac olmaz. Bu dünya xasiyyəti. Ahirət xasiyyətləri qurtarmıyor. Deyir, fəlovla izə bələqətil xulqum, can ki gəldi yetişdi boğaza və əntum hinə izin təndurun. Onun yanında oturanlar oturublar ona baxırlar. Amma heç bir iş görə bilmirlər ona. Heç bir iş görə bilmirlər. Nə o insan özü, nə də onun yanında oturanlar ona heç zat əllərindən gəlmir, eləyərlər. Və nəhnu əqrəbu iləyhi minkum. Allah buyurur ki, biz sizin hamınızdan bu insana yaxınıq. Hamınızdan. Və lakin la tubsirun. Amma siz bilmirsiniz onu, görmürsünüz onu. İmam Sadiq əleyhissalam buyurur bu ayənin mənasında, deyir, İnnəhə izə bələğətil huluqum sümmə uriyə mənziləhu minəl cənnə. Elə ki insanın gözü açıldı və axır saatında cənnəti gördü, onda bir xahiş edəcək. İlahi, rudduni iləd dünya hətta uxbirə əhli bima ərə. Məni qaytar, dilimi aç, ta öz ailəmə, dostlarıma deyim ki, mənə nə göstərirlər. Deyim ki, cənnəti göstərirlər mənə.
feyuqal leh leysə ilə zalikə səbil. Mümkündür. O mümkündür. İlahi, mən cənnəti görürəm axı. Mən gedirəm ora. Mən xahiş edirəm, icazə ver, mən dilim açılsın bir dəqiqə, gördüklərimi deyim ki, mən hara gedirəm. Amma deyir, ona yox, icazə ver. O mümkündür. Amma ora gələnləri göstərirlər. İmam Sadiq ağadan soruşurlar ki, ağa, mömin ölməyindən narahat olar. Ağa buyurdu, yox. Vallah, and olsun Allah'a. İnnehu ətəhu mələkul mevt li qəbzi ruhi. Elə ki, Əzrail gəlir insanın canını alsın, cəziə ində zalik. İnsan ələyağın dağıdır. Qorxur. Fəyəqulu ləh mələkul mevt. Mömin adam yaxın. Əzrail deyir ki, o adama, ya vəliyyəllah, ay Allahın dostu, la təczə, ələğu dağıtma, cəzə-fəzə eləmə, hayküy salma, fəbəlləzi bə'sə Muhammədən sallallahu lə'ənə əbərru bik. And olsun Peyğəmbəri göndərən Allaha. Mən o qədər sənə yaxşılıq eləyəcəyəm. Və əşfəqu əleyk. Möhribanam sənə. Min validin rəhim. Hətta atomna. Atom burada olsaydı neyniyərdi? Əzrail ona deyir. Mən ondan sənə həm möhribanam, həm də yaxşılıq çox eləyəcəyəm. Ondan sonra Əzrail ona xəbər verir. Deyir, iftəh eynək. Fənzur, aç gözləri bax. Bu da qorxur axı, dünyanı dəyişir. Açır gözlərin və yüməssəlu ləhu Rəsulullah. Peyğəmbər gözünə görsənir. Və əmirul müminin Əli əleyhissalam gözünə görsənir. Və Fatimə, vəl Həsən, vəl Hüseyn hamısı gözünə görsənir. Vəl əimmə min zürriyyətihim, o birisi imamların hamısı. Fəyuqalulləh. Ondan sonra bu insan ki dünyadan gedir, ona xitab edir, deyir, bax, sənə dedim ki, qorxma. Haza Rəsulullah, haza əmirul müminin, bu Peyğəmbərdir, bu Əlidir, bir-bir onları ona təqdim eləyir. Ondan sonra deyir ki, rüfəqauk, bunlar sənin dostlarındılar. Gəliblər, qarşılayırlar səni, aparmağa gəliblər səni. Ondan sonra İmam Sadiq əleyhissalam deyir ki, fəma şeyun əhəbbə ileyh min istilal ruhi vəlluhuq bil munadi. Bu insana ölməkdən şirin şey day dünyada yoxdur. Hər nəyi gətirəsən, balı da gətirəsən, day qəbul eləməz. Çünki gördü yaxı. Görür ki, Peyğəmbər gəlir. Görür ki, Əli əleyhissalam buradadır. Bunları ki, gözü ilə gördü, görəndən sonra deyir, bax, oldu asan. Axır saatda insanların hamısının gözü açılır. Elə ki, göz açıldı, insan qiyaməti gördü, ondan dil bağlanır, day danışa bilmir, yəqin gəlir insana ki, qiyamət var.